Deməli 8-ci suala da baxaq. Deməli, ifadəni verib köklərimin x1, x2 olduğunu bildirib və x1-in x2-dən böyük olduğunu bildirib. Gəlin bunu hər kvadrata yüksəldək. Kvadrata yüksəldəndə alıram ki, x kvadratı çıxılsın 4x üstə gəlinsin 4 bölünsün nə? 9. Üstünə gəlinsin x çıxılsın 2 bərabər 0. Ortaq məxrəcə gətirsək, ortaq məxrəcim nədir? 9-dur. Burada alıram x kvadratı çıxılsın 4x üstə gəlinsin 4. Bunun hər tərəfini 9-a vursam, eləyir üstə gəlsin 9x çıxılsın 18. Bərabər nəyə? 0-a. Çarpaz vursam, yenə alıram ki, x-in kvadratı, buranı sadələşdirsəm, alıram ki, üstə gəlinsin 5x çıxılsın 14. Nəyə bərabərdir? 0-a bərabərdir. Buradan köklərim, bilirəm ki, x1 vurulsun, x2 nəyə bərabərdir? Mənfi 14-ə. x1 üstə gəlsin, x2 nəyə bərabərdir? Mənfi 5-ə. Hasili mənfi 14, cəmi mənfi 5 olan ədədlərim hansıdır? Mənfi 7 ilə 2-dir. Deməli, x1, x2 buna bərabərdir. Və şərtdə mənə demişdi, x1, x2-dən böyükdür. Deməli, x1-im nəyə bərabərdir? 2-yə bərabərdir. x2-im nəyə bərabərdir? Mənfi 7-yə bərabərdir. Məndən bu ifadəni soruşmur. Gəlin yerinə qoyaq. 3 vurulsun, x2-nin yerinə yazıram. Mənfi 7, üstə gəlinsin 1, bölünsün. x1-in yerinə yazıram. 2 vurulsun, 2, üstə gəlinsin 1. Deməli, alıram ki, mənfi 20 bölünsün 5. O da nəyə bərabərdir? Mənfi 4-ə bərabərdir. Cavabım B variantı.